Cəfərzadə Əzizə Məmməd qızı, yazıcı, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor, 1946-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur. 1921-ci il dekabrın 29-da Bakı şəhərində anadan olmuşdur. İbtidai təhsilini 25 saylı məktəbdə almış, sonra Teatr Texniki Məktəbində və 2 illik Müəllimlər İnstitutunda oxumuş, 1942-44-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləmişdir. 1946-47-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. 1944-46-cı illərdə Cəfər Cabbarlı adlı Azərbaycan Film Kino Studiyasında ssenari şöbəsinin rəisi, 1947-49-cu illərdə Teatr Texniki Məktəbinin müdiri, 1950-55-ci illərdə Pedaqoji İnstitutda dosent, kafedra müdiri, 1956-cı ildə Kamçatka Pedaqoji İnstitutunda dosent, 1957-74-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri, 1974-cü ildən isə Bakı Dövlət Universitetinin professoru vəzifələrində çalışmışdır. Əzizə Cəfərzadə 19-cu əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınırdı. 1970-ci ildə 19-cu əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də ömrünün 82-ci ilində uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir və vəsiyyətinə əsasən Hacıqabul rayonunun Tağlı kəndində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn edilmişdir. Allah rəhmət eləsin.